Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. İkinci günün birinci sualın izahına gəlin baxaq. Müşahidə başlanılanda K, L və M nöqtələrində olan cisimlər çevrə üzrə bərabər sürətlə hərəkət edirlər. Cisimlər göstərilən istiqamətdə hərəkət edərək eyni zamanda A nöqtəsində olur. Dövrətmə tezlikləri arasında hansı münasibət doğrudur? Fikir verin. K nöqtəsində olan cisim A nöqtəsinə gəlib çatmaq üçün çevrənin 1/4 hissəsini qət edir. Deməli, burada artıq zaman periodun 1/4-nə bərabərdir. Yəni, kiçik t bərabər 1/4 vuraq TK yazacağım. K nöqtəsi olduğundan ona görə TK yazdım. Amma M nöqtəsində olan cismə də baxsaq, görərik ki, o da çevrənin 1/4 hissəsini qət edir A nöqtəsinə çatmaq üçün. Burada da kiçik t bərabər 1/4 vuraq TM yazacağım. L nöqtəsində olan cisim isə artıq çevrənin 2/1 hissəsini qət edir. Ona görə mən burada yazacağım kiçik t bərabərdir 2/1 vuraq TL. Gördüyümüz kimi zamanlar eyni olduğundan deməli artıq baxın burada zamanlar da eynidir. Hissə də gördüyümüz kimi eynidir. Yəni eyni hissə qət ediblər. Deməli artıq TK ilə TM də bir-birinə bərabər olacaq burada. Aha. Amma məsələn TK ilə TL-i müqayisə etmək istəsəm, buradan TK-nı tapanda TK bərabər olacaq 4 vurulsun T-yə. Bu hissədə isə TL-i tapanda hansı ki TL bərabər olacaq 2 vuraq T-yə, kiçik T-yə. Aydındır ki, buradan TK daha böyükdür TL-dən. Aha. Amma tezlik periodun tərs qiyməti, yəni kiçik n bərabər 1 bölək böyük t-dir. Ona görə artıq burada NK bərabər olacaq NM-ə, amma L nöqtəsinin tezliyi daha çox olacaq perioddan fərqli olaraq. Baxın, Y variantında doğru cavab verilmişdir.